2018-ci ilin prezident seçkilərində qalib gələn İlham Əliyev əsas vəzifəsinin islahatların dərinləşdirilməsi olduğunu bəyan etdi. Neftə və qaza ümid olmamalıyıq, dedi. Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməli, sahibkarlıq üçün daha münbit şərait yaradılmalı və bütün sahələrdə islahatlar dərinləşdirilməlidir. Ancaq bu islahatların reallaşmasına 2-ci Qarabağ müharibəsi mane oldu. Həmin müharibədən böyük qələbə ilə çıxdıq, ərazi bütövlüyümüz təmin olundu. Sonradan antiterror əməliyyatı keçirildi və Azərbaycan Qarabağdakı separatizm yuvasını sıradan çıxardı. Bugün dünyada 200'e yaxın dövlət var. Onların hardasa 180'ində separatizm bəzilərində artıq var, bəzilərində belə bir təhlükə mövcuddur. Və separatizmin dünyada kökünü kəsən yeganə dövlət Azərbaycandır. Yalnız biz bu çətin vəzifəni həll elədik və indi hamı bizdən öyrənməyə çalışır. Son illər üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, islahatlar bir an belə dayanmadı. Ancaq bugün onu daha da dərinləşdirmək, daha sürətlə aparmaq imkanı yaranıb. Və təbiidir ki, islahatların əsas ağırlığını, onun əsas yükünü dövlət başçısı ilə yanaşı, dövlət qulluğunun müxtəlif pillələrində çalışan dəyərli mütəxəssislərimiz daşıyacaqlar. Bu səbəbdən ilk addım kimi onların əmək haqqı sisteminə yenidən baxılmaq barədə qərar qəbul olunub. Aydındır ki, islahatların dərinləşməsi, korrupsiyaya qarşı mübarizənin güclənməsi üçün bu işin əsas ağırlığını öz üzərinə götürəcək dövlət qulluqçularının əmək haqqı sistemində yeniliklərə getmək zəruridir. Məlumdur ki, dövlət qulluqçularının əmək haqqında onların vəzifə maaşları 35-45% hissəni əhatə edir. Bundan əlavə müxtəlif mükafatlar, müxtəlif əlavələr, müalicə müavinəti və s. nəzərdə tutulub ki, bu da dövlət qulluqçuları arasında qeyri-bərabərliyin yaranmasına gətirib çıxardır. Bu səbəbdən Azərbaycan Prezidenti Novruz bayramı ərəfəsində dövlət qulluqçularının əmək haqqını nizamlamaq barədə fərman imzaladı. Prezidentin fərmanı ilə müəyyən edilmiş yeni modeldə hər şey sadədir. Artıq müalicə müavinəti yoxdur, mükafatlar ləğv olunub, əlavələrdən imtina olunub və daha sadə sistem tətbiq olunub. Aylıq əmək haqqı indi əsasən vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə yeni modeldə əmək haqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, 95%-dən yuxarıdır. Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini xeyli azaldacaq. Bu fərman verilməmişdən əvvəl təbiidir ki, dünya təcrübəsi diqqətlə öyrənildi. Əsasən də Singapurun, Hong Kongun və bəzi Avropa dövlətlərinin bu istiqamətdə atdığı addımlar ciddi şəkildə araşdırıldı və məlum oldu ki, korrupsiya qarşı mübarizə hədəfini qarşıya qoyan
cəsarətli islahatlara gedən dövlətlər ilk addım olaraq dövlət qulluqçularının əmək haqqlarını artırmaq, özü də xeyli artırmaq qərarı veriblər. Böyük dövlət adamları yaxşı anlayırdılar ki, təkcə inzibati tədbirlərlə, təkcə cəzalandırmaqla korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq. İlk addım olaraq islahatları reallaşdıracaq dövlət qulluqçularının əmək haqqlarının artırılması barədə qərarlar verilməli və sonraki hadisələr göstərdi ki, əmək haqqının artırılması korrupsiya şikayətlərinin və korrupsiya cinayətlərinin xeyli azalmasına gətirib çıxardı. Təbii ki, tamamilə kökünü kəsmədi və xeyli nazir, yüksək vəzifədə çalışan xeyli insan korrupsiya əməllərinə görə cəzalandırıldı. Azərbaycanda dövlət qulluqçularının sayı 27 mindən biraz artıqdır. Bütövlükdə dövlət sektorunda isə dediyimiz kimi 800 mindən artıq həmvətənimiz çalışır. Və bu yalnız ilk addımdır. Dövlət qulluqçularının əmək haqqının artırılması ilk addım kimi qiymətləndirilməlidir. Növbəti addımlar yaxın zamanlarda yəqin ki atılacaq və digər kateqoriya insanlar üçün də əmək haqqının artırılması barədə qərarlar veriləcək. Üstəlik onu da demək lazımdır ki, dövlət qulluqçularının əmək haqqının artırılması təbii ki, ilk növbədə orta sinfin güclənməsinə gətirib çıxaracaq. Demokratik cəmiyyətdə dövlətin əsas dayağı orta sinifdir və orta sinif dövləti təlatümlərdən qoruyur. Dövlət qulluğu hər bir dövlət üçün son dərəcə mühüm əhəmiyyətə malik olan bir sahədir. Və bura ən savadlı, ən qabiliyyətli, ən dürüst insanların cəlb olunmasına ehtiyac var. Və aparılan bu islahatlar ona gətirib çıxaracaq ki, ilk növbədə savadlı gənclər dövlət qulluğunda çalışmağa meyl edəcəklər. Baxmayaraq ki, dövlət qulluğuna girmək o qədər də asan deyil. Bunun üçün imtahan verməlisən, müxtəlif müsahibələrdən keçməlisən. Buna baxmayaraq, ən qabiliyyətli, ən savadlı, ən işgüzar, çevik insanların və ilk növbədə gənclərin dövlət qulluğuna gəlməsi son dərəcə mühüm məsələdir və aparılan bu islahat məhz ona xidmət eləyir.